Buyurun özünüzü təqdim eləyin. Ben Mehmet Ali Akınov Basaloğlu, Müşükabat kasabasında yaşıyorum. Evet. Aslen Naxçıvanın Urfa'nın Xoşyeşil kendinden olmuşam. Ondan olmuşam. Nə şikayətlərin var? Nə yaş gəlmişsin? Ben Seyfettin doktorunun demek uzun müddet televizyonda izleyenden sonra, günah verilişini izleyenden sonra elə qərara geldim ki, bədənimdə olan müxtəlif ağrılar, Nə ağrıların var idi? öyle ağrılar vardı ki, belimde, kolumda, başımda, ayaklarımda ağrılar vardı. Dərmanla kömək eləmişdi. Ancaq keçən il Başqa nə şikayətin var? başqa bədənimdə müəyyən səpkilər var idi. Sonra Nə bil qan təzyiqində var? bəli, yüksək keçən il demək yanvar ayında da burada olmuşdum. Yüksək təzyiqlə gəlmişdim 220 dəqiqədə. Sonra təzyiqim tamamilə yaxşılaşmışdı. Bəli. Bu isə başqa xəstəliklər yaranıb. O demək hərəkətlərimdə müəyyən məhdudiyyətlər vardı. Çətinlik çəkirdim aralara. Seyfettin doktor sağ olsun ki, Allah canı sağ olasın. Ona müraciət elədim. Romanımıza gözəl qarşıladı məni. Çox mehribancasına, kollektivlə bərabər. Nə müalicəsi aldınız? Hal-hazırda demək zəl müalicəsi alıram, Hı -hı. ağrı müalicəsi alıram. Müxtəlif mərhəmlərdən istifadə olunur. Və Nətərdir vəziyyət? bəli, şükür Allaha ki, çox demək olar ki, çox irəliləyiş var. Təzyiqim də düşüb aşağı və ağrılarım da aradan qalxır. Hələ ki, demək bədənimdə müəyyən demək çox dəyişiklik var. Çox Gözəl. Təşəkkür edirəm Seyfettin doktora. Dünyada məşhur olan, hörmətli, hər şeyi bilən, hər şeyi demək dəqiqliklə mənim bir müəllim kimi, mən müəllim işləmişəm, müəllimdir. Hər şey çox gözəl, dəqiq və aydın sürətdə başa salır və müalicə almışam. Təşəkkür edirəm Seyfettin doktora. Bunun ətrafında olan bunların kollektivinə, personalına çox mehriban, gülər üz, çox səmimi və qarşış bir kollektivə rast gəlmişəm. Şükürlər olsun ki, belə bir doktora rast gəlmişəm. Var ol Elxan müəllim, var olsun şəxsinizdə bütün xəstələrimizə sağlamlıq diləyirəm. Var olasınız. Sağ ol.